Hörmətli dostum Şakir. Bura Ağdam rayonunun Xaçınçay su anbarıdır. Bu Xaçınçay su anbarı deməli Əlağalı, Əlmədətli, Mollalar, Kürdlər, Xaçındörvənd, Cinli kəndlərinin əhatəsində olan Xaçınçay su anbarıdır. Bu Xaçınçay su anbarın deməli 27 il düşmən tapdağı altında qalmışdı. Şükür Allah'ın bugünkü gününə indi Xaçınçay su anbarımız düşmən işğalından azad olubdur. Qarşıda gördüyünüz kənd isə Ağdam rayonunun Xaçındörvənd kəndidir. Bu istent isə Xaçındörvənd kəndinin şəhidlərinin istentidir. Şəhidlərin istentində Nəsibov Şiraslan Qaçayoğlu 1963-cü ildə anadan olub, 1992-ci ildə şəhid olubdur. İskəndərov Şəmsəddin Cəfəroğlu 1963-cü ildə anadan olubdur, 1992-ci ildə şəhid olubdur. Fərzəliyev Elxan Səfiyyəroğlu 1956-cı ildə anadan olubdur, 1992-də şəhid olubdur. Bayramov Niyaməddin Zaloğlu 1977-də anadan olub, 1992-də şəhid olubdur. Hüseynov Mahir Savalanoğlu 1973-1992-ci il 1973-cü ildə anadan olub, 1993-cü ildə şəhid olubdur. Quliyev İlqar Yahyaoğlu 1975-ci ildə anadan olub, 1993-cü ildə şəhid olubdur. Zeynalov Bəylər Yahyaoğlu 1969-cu ildə anadan olub, 1993-cü ildə şəhid olub. Quliyev Şəhriyar Nəsiboğlu 1990-cı ildə anadan olub, 2020-ci ildə şəhid olubdur.